Belə ədəbli adamlara amma hörmətsizlik elədilər. İmam Həsən bu ədəbi ilə ətrafındakılar deyirdi ki, ey möminləri zəllil eləyən, nə var Muaviyə ilə sülh bağlamışdı. Hey deyirdilər, ey möminləri zəllil eləyən. O da ədəblə cavab verirdi. Deyirdi, mən möminləri zəllil eləməmişəm. Görünən hala qoymuşdular, məsum imamı. Mən möminləri zəllil eləməmişəm. Bir dəfə də, görün bunlar nə qədər qəribə olub. Bir dəfə də öz səhabələrindən biri, adını keçmişdir demişəm, bu məclisdə deməyim, Ramazan ayıdır. Hörmət elədiyimiz bir adamdır. İmam Həsənə dedi ki, kaş Allah səni də öldürərdi, məni də. Mənim üçün zikri müsibətdən daha ağırıldı bu söhbət. Allah kaş dedi İmam Həsənə ki, məni də öldürərdi, səni də, sən Muaviyə ilə onun sülhü imzalamağı görməzdi. İmam Həsən heç nə demir. Neçə gün keçəndən sonra onu görəndə deyir ki, o gün bir söz dedin, heç nə demədim. Amma yaxşı deyil, adam imamına elə söz deməz. Adam imamına deməz ki, Allah səni də öldürərdi, məni də. Sonra o şəhid olur, hələ şəhid olanı belədir. Allah gör nə qədər rəhəmlidir də, o da səhabədir, yaxşı səhabət. Görün, o birisilər necə incidirdilər.